Zirvələr və onların fəthi. Hündür zirvələr içərisində Everest xüsusi yer tutur. Bu zirvə dünyanın ən hündür sıra dağları sayılan Himalay dağlarında yerləşir. Hündürlüyü 8848 metrdir. Zirvənin daha qədim adı Cumhulungmadır. Zirvə Çinlə Nepal sərhəddində yerləşir. Son 20 il müddətində Everestə çıxanların sayı təqribən 10 dəfə artıb. Təkcə 2019-cu ildə 876 alpinist Everesti fəth edib. 2015-ci ildə Himalay dağ silsiləsində baş verən güclü zəlzələdən sonra Everestdə dəyişiklik olub. Alimlərin hesablamalarına görə zirvə 1 metrə qədər yüksəlib. Yer üzündə hündürlüyü 8000 metrdən çox olan 14 zirvə mövcuddur. Onların hamısı Asiyada Himalay və Karakorum dağ silsilələrində yerləşir. Bu zirvələrin fəth edilməsi üçün müxtəlif cəhdlər olub. Amma bu cəhdlərin heç də hamısı uğurla nəticələnməyib. 14 zirvənin hamısını fəth edən birinci şəxs Raymond Messinler olub. Məlumdur ki, yüksəklik artdıqca havada oksigenin miqdarı azalır. Buna görə də alpinistlər oksigen balonundan istifadə edirlər. Messinler isə bu zirvələri oksigen balonundan istifadə etmədən fəth edib. Ondan bir il sonra 1987-ci ildə Polyak Kukuçkada həmin zirvələri fəth edən ikinci şəxs oldu. Kukuçka bu işi 8 il ərzində görüb. 1995-ci ildə İsveçrəli Laretan da oksigen balonundan istifadə etmədən Messinlerin rekordunu təzələdi. Nepallı Taşi 1998-2011-ci illər ərzində 8000'lik zirvələri ən çox fəth edən alpinist kimi tarixə düşdü. O, bu işin öhdəsindən 30 dəfə gəlib. Hələ bundan sonra da ən hündür zirvələrə qalxmağa cəhd edən, bu rekordları təzələyən yüzlərlə alpinistlər yetişəcək.